Gənclər, dərs izahı 27 ilə davam edirik. Çox üzvlər haqqında danışıram. Bundan sonra permütasiya kombinezon haqqında da danışacağım. Artıq ondan sonra yəqin ki 2-3 video, təkrar videosu olar. Ondan sonra da bu riyaziyyat kursu bitər. Ki sonra əlavə bilmirəm. Görüm videolar olacaqmı, yükləyəcək, olmayacaqmı. Fikirləşəcəm, qəşəng videolar yükləməyə çalışacağım, davam edəcəm. Kanalı inkişaf yönümlü böyütməyə çalışacağım. Burada biz danışırıq çox üzvlər haqqında, fırlama cisimləri haqqında danışdıq. Fırlama cisimlərində konus olsun, silindr olsun, onlara toxunduq, onların tam sətin sayəsində, nə bilim, yan sətin sayəsində falan. Burada da yenə eyni qaydada çox üzvlər haqqında danışırıq, onların səthi və həcmi haqqında danışacağıq. Topluda falan bizə daha çox onların səthi falan haqqında, səthi həcmi haqqında danışır. Sadəcə çox üzvlərdə bəzi əlavə qaydalar da var ki, onlara toxunacağıq. Yenə yan səthinin sahəsindən danışırıq, tam sətdən danışırıq, oturacağın sahəsidir. Burada artıq oturacağın perimetri də var. Perpendikulyar kəskin sahəsi var, perpendikulyar kəskin sahəsi var. Daha doğrusu perimetri, burada sahəsi səhv gedir. Perpendikulyar kəskin perimetri var. Burada apofen var, diagonal var, həcm var. Bu apofen piramidaya aid olacaq. Piramida da daha çox qarşımıza çıxacaq. Ki, uzatmaq istəmirəm. Danışaq prizma haqqında. Prizma nədir? İki üzü bərabər, uyğun tərəfləri paralel çoxbucaqlı, qalan üzəri paraleloqram olan çox üzüyə biz prizma deyirik. Yəni prizma deyilir. Prizmanın oturacaqları n bucaqlıdırsa, bu prizma n bucaqlı prizma adlanır. Prizmanın bir üzünə aid olmayan iki təpə nöqtəsini birləşdirən parçaya prizmanın diagonalı deyilir. Yəni iki qarşı təpəni birləşdirir, amma bir üzə nədir? Aid deyil. Yəni qarşı təpədə birləşdirir, ancaq ki, diagonalı da nə olduğunu zaten bilirik. Prizmanın diagonalı biz məsələn həndəsə bölməsində bilirik ki, düzbucaqlının diagonalı var, qarşı təpələri birləşdirir. Burada da yenə qarşı təpələri birləşdirir. Yəni çaşıb məsələn üzünün diagonalını götürərsiniz, onu hesablayıb taparsınız, o artıq bu bölmədə səhv olacaq. Söhbət çox üzünün diagonalına gəlsə, qarşı təpələri biz götürməli olacağıq. Daha sonra burada nə var? Prizmanın yan üzünə aid olmayan iki yan tilindən keçən müstəvi ilə kəsinə diagonal kəsiyi deyilir. Yan üzərində olmayan iki yan tilindən keçən müstəvi ilə kəsiyinə diagonal kəsiyi deyilir. Okey. Bunları bildik. En bucaqlı prizmada bizim təpə nöqtələrimizin sayı 2 ilə hesablanır. Hazır düsturlar bunlar. Qarşınıza çıxacaq, soruşulacaq sizdən. Tillərin sayı 3 ilə hesablanır. Üzlərin sayı n plus 2 ilə hesablanır. Diagonalların sayı n vurulsun n minus 3 ilə. Diagonal kəsiklərinin sayı isə n vurulsun n minus 3 bölünsün 2 ilə hesablanır. Gördüyünüz kimi burada maili prizma qeyd olunub. H hündürlüyü idi. Perpendikulyar kəsik, yəni bu bizdə kəsikdir, amma diagonal kəsik deyil. Və diagonal dedik ki, neyinir? Qarşı təpələrin şeyidir. Artıq bura gətirsəm, bu məndə şey olacaq. İndi burada diagonalı mən göstərə bilməyəcəm bu şəkil üzərində. Qarşıda göstərərəm. Mavi prizmanın yan tili oturacaq müstəqil alfa bucağı müəyyətisi aşağıdakı düstur doğrudur. Yəni h bərabərdir L vurulsun sinüs alfa bərabərdir. Bunların hamısı düsturdan düstur çıxararaq ortaya, yəni yaranır. Mavi prizmanın yan üzləri paralelogramdır. Okey. Yəni bunu bildik. Yəni maililik varsa onsuz da bu nə olacaq? Paralelogram olacaq. Bu nə oldu? Maili prizma oldu bizə. Daha sonra burada maili prizmanın yan tilinə perpendikulyar müstəvi kəsinə perpendikulyar kəsiyi deyilir. S yan bərabərdir S perpendikulyar kəsiyi vurulsun L, S tam bərabərdir S yan üstə gəlsin 2S oturacaq. Bunları fəza cisimlərində danışmışdıq bu haqda. V bərabərdir S oturacaq vurulsun H ki zaten bilirik ki həcmi tapmaq üçün oturacağın sahəsini hündürlüyə vurmaq lazımdır. V bərabərdir S perpendikulyar, yəni perpendikulyar kəsiyin sahəsi vurulsun nəyə? Elə. Bunu deyir. Daha sonra bizdə düz prizma var. Düz prizma nədir? Deyir ki, yan tilə oturacaq müstəvisinə perpendikulyar olan prizmaya düz prizma deyilir. Yan tilə oturacaq müstəvisinə perpendikulyar. Yəni bu tillər nədir? Oturacağına perpendikulyardır. Düz prizmanın yan tili hündürlüyünə bərabərdir. Yan tili, düz prizmanın yan tili hündürlüyünə bərabərdir. Yəni h nə bərabərdir? Elə bərabərdir. Düz prizmanın yan üzləri düzbucaqlıdır. Yan üzlərimiz nədir? Düzbucaqlıdır. S yan bərabərdir P oturacağı vurulsun H, S tam bərabərdir S yan üstə gəlsin 2S oturacağa və yenə bərabərdir S oturacağı vurulsun H. Hazır qaydalardır. Tərif olaraq deyir ki, oturacağı düzgün çoxbucaqlı olan düz prizmaya biz düzgün prizma deyirik. Düzbucaqlı paraleliped var burada. Tərifləri oxuyub sizi yormaq istəmirəm. Videonu saxlayıb istəsəz özünüzdə oxuyarsınız. Mən əsas düsturları falan sizlərə çatdırmaq istəyirəm.
Tərifləri məsələn deyir oturacağı paralelogram olan prizmaya paraleloped deyilir. Yəni paraleloped gördüyünüz bu fiqurdur. Diaqonal da burada qəşəng şəkildə göstərir. Baxın, diaqonal nədir? Qarşı təpələri birləşdirir. Yəni artıq mən burada götürüb tərəfin diaqonalını çəksəm, hə indi məsələn şəkil təsvir eləyə bilməyib. Tərəfin diaqonalını çəksəm, o artıq məndə düzgün sayılmayacaq. Burada yine S-yan bərabərdir 2S vurulsun AB-yə. S-yan bərabərdir 2 vurulsun AB üstə gəlsin, BS üstə gəlsin AC-yə. Həcmimiz ABC-yə bərabərdir. Oturacağın sayısı vurulsun hündürlüyə. H burada elə S-dir, SH. Yəni bir fərqi yoxdur. Diaqonalımızın uzunluğu kök altda A kvadrat üstə gəlsin, B kvadrat üstə gəlsin, C-yə bərabərdir. Bunlar hamısı düsturdan düstur çıxarır. Təpə nöqtələrinin sayı 8-ə bərabərdir. Yuxarıda düsturlarda qeyd eləmişdik. Təpə nöqtələrinin sayı ilə tapılırdı? 2 ilə tapılırdı. Bunun nəyi var? 4 dənə yəni tərəfi var. 4 təpəsi var daha doğrusu. Söhbət nədir? Paraleloped, düzbucaqlı paralelopeddən gedir. Tillərin sayı 12-dir, üzərinin sayı 6-dır, diaqonalların sayı 4-dür. Diaqonal kəsrlərin sayı nədir? 2-dir. Diaqonal kəsrini qeyd edib, baxın, bu söhbət nədir? Bundan gedir. Buna biz diaqonal kəsr deyirik. Yəni, belə başa düşün ki, burada bu paralelopedi 2 hissəyə ayırır. Ona görə də buna biz diaqonal kəsri adı veririk. Kub bizim tanıdığımız, adını eşitdiyimiz məşhurlardandır. Məşhur çox özlərdəndir. Eləcə düzbucaqlı paraleloped elədir. Bütün tilləri bərabər olan düzbucaqlı paralelopedə kub deyilir. Yəni burada artıq bütün tillərimiz nədir? Bərabərdir. Tərəf A-dır. Yenə burada da eyni qaydada. Yan səthimin sayısı 4A kvadratı, tam səthimin sayısı 6A kvadratı, həcmim A kubuna diaqonalın A köşdürsə, diaqonal kəsimin sayısı A kvadratı köşdü 2-yə bərabər olmuş olacaq. Ki yuxarıda paralelopeddə qaydalara əsasən də sadəcə burada bütün tərəflər bərabər olduğuna görə bütün tillər, daha doğrusu tərəf deyirəm, üzr istəyirəm. Bütün tillər bərabər olduğuna görə bunlar hamısı, yəni qaydalarımız bu şəkildə olacaq. Kubun daxilinə və xaricinə çəkilmiş kürələrin, artıq kürədir bu. Çevre falan, yəni dairə falan deyirsiniz, biraz ayrı çıxar. Söhbət kürədən gedir. Kürələrin radiusları aşağıdakı düsturla tapılır. A bölünsün 2 ilə. Böyük bərabərdir. D bölünsün 2 ilə. A köşlü və yaxud da A köşlü bölünsün 2 ilə. Əslində oxşarlıq var, uyum var, amma yəni tipə-tip eyni deyil. Fərqlər çoxdur. Piramida deyirik ki, tərif olaraq bir üzü çox bucaqlı, qalan üzləri ortaq təpəli çox bucaqlı olan çox üzüyə biz piramida deyirik. Qeyd olunub, məsələn bunun oturacağını 6 bucaqlı verib, qalan təpələr ortaqdır və üzlər nədir? 3 bucaqdır. Apofem haqqında danışacağıq burada artıq. Daha sonra biz piramidanın, en bucaqlı piramidanın təpə nöqtələrin sayını n+1 ilə, tillərin sayını 2 ilə, üzlərinin sayını n+1 ilə, diaqonal kəsrlərin sayını n vurulsun, n-3 bölünsün 2 düsturu ilə hesablayırıq. Bunlar hazır düsturlardır. Yəni bunları biləndən sonra bu mövzular həqiqətən asandır. Yazması çətin olan mövzular deyil. S yan səthinin sayısı bərabərdir. 2-də 1 vurulsun P oturacağın perimetri vurulsun nəyə? Elə. El də burada yəni apofemdir. Bax, apofen dediyimiz şey budur. S-dan bərabərdir. Yenə S-yan üstə gəlsin. S oturacaq və həcm bərabər 3-1 S oturacaq vurulsun H-a. Piramidanın da yenə növləri var. Tərif olaraq yenə deyirik ki, oturacağı düzgün çoxbucaqlı olub. Hündürlüyünün oturacağı çoxbucaqlının mərkəzi ilə üst-üstə düşən piramidaya düzgün piramida deyilir. Düzgün üçbucaqlı və dördbucaqlı piramida üçün bəzi münasibətlərimiz var burada. Görün burada sizlər üçün əsas olan məqamları işləmək istəyirəm, çatdırmaq istəyirəm. Sizi yormaq istəmirəm. Yəni piramidadır. Bu qaydalar çox da qarşınıza çıxmayacaq. Bunları çox da tətbiq eləməyəsiniz. Burada qeydlərdir. Qeydlərdən əlavə məsələn mən deyərəm ki, düzgün tetraeder haqqında danışaq. Videonu uzun edib, zaten kursun sonunda sizləri yormaq istəmirəm. Düzgün tetraederdə artıq bütün tipləri bərabər olan üçbucaqlı piramidaya düzgün tetraeder deyilir. Yəni burada bizim bütün tillərimiz bərabərdir və onda nə olur? Bərabər tərəfli üçbucaqlar olur. Hündürlüyümüz bərabərdir. A köşkdə 6 bölünsünsə S oturacağımız kök altda 3 A kvadrat bölünsün 4-ə, yəni üçbucaq bərabər tərəfli üçbucağın sayısına. S-yan bərabərdir 3 vurulsun, yenə bərabər tərəfli üçbucağın sayısını tapırıq, 3-ə vururuq. Söhbət nə ilə gedir? Düzgün tetraederdən gedir. S tam bərabərdir A kvadratı köşdürsə, V bərabərdir A kubu köşdə 2 bölünsün 12-yə. Düzgün tetraedrin daxili və xaricində çəkilmiş kürələrin radiusları aşağıdakı düsturla tapılır. Yenə eyni qaydada R bərabərdir A köşdə 6 bölünsün 4-ə. Yəni bu böyük R-dir. Kiçik R bərabərdir A köşdə 6 bölünsün 12-yə. Böyük R bərabərdir nəyə?
3 vurulsun kiçik yerə, üzr istəyirəm. Düzgün təkrar edirik yenə. Bakıb danışırıq. Piramidanın oturacağı paralel kəsən müstəvi arasında qansız kəsik piramida deyilir. Bu düzgün təkrar edirik. O kəsik piramida olmalıdır. Edit eləyəndə səhv gedib, üzr sayın. Deməli bu nə oldu? Kəsik piramida oldu. Yenə eyni qaydada konusda demişdim. Yəni piramidadır. Mən piramidadan bir dənə buradan kəsik keçirdim və yaranan piramida kəsik piramida adlandı. İndi məsələn bunun oturacağını 4 bucaqlı götürüb yuxarıda 6 bucağı götürmüşdü. İndi deyir ki, bu kəsik piramidada da şeylər var, qaydalar var. Yan səthin sahəsi 2-də 1 P1 üstəgəlsin P2 vurulsun elə bərabərdir. L yenə apofemdir. Daha sonra P1 yəni yuxarıdakı 4 bucağın perimetri, aşağıdakı 4 bucağın perimetrini toplayır. Onu 2-də 1-ə vurur, təzədən onu da vurur elə. S tam bərabərdir. S-yan üstə gəlsin, S1 vurulsun, S-yan üstə gəlsin, S1 üstə gəlsin, S2, yəni yan səthin sahəsi üstə gəlsin, oturacaqların sahələri. Həcmim yenə 3-də 1 vurulsun, S1 üstə gəlsin, kökün altında S1 vurulsun, S2 üstə gəlsin, S2 vurulsun H-a. Bunlar hazır düsturlardır. Bunları yadda saxlamaq üçün tətbiq edərək daha yaxşı yadda saxlaya bilərsiniz. Məsləhətim odur. Belə yadınızda qalacaq. Yadınızda qalmırsa da məsləhət verə bilərəm ki, yazaraq öyrənmək sizə daha çox kömək edə bilər. Ki, normal öyrənsiniz, zaten bu qaydalar yadınızda çox asan qalmayacaq. Misallar üzərində tətbiq edərək yazaraq öyrənsiniz, daha yaxşı olacaq. Daha sonra burada kəsik piramidanın yan üzəri diagonal kəsik trapesiyada, okey, bu bildiyimiz şeylərdir. Düzgün çox üzlər üçün qaydalar verilib, daha doğrusu cədvəl verilib. Burada Euler düsturu var. Üzlərin sayı düzgün çox üzü üçün keçərlidir, daha doğrusu. Üzlərin sayı, təpə nöqtələrinin sayı, til sayı. Deyirik ki, təpə nöqtələrinin sayı sıxılsın, til sayı üstə gəlsin, üzlərin sayı həmişə nəyə bərabərdir? 2-yə bərabərdir. Təkrar edilən üzlərin sayı 4-ə bərabərdir və üzləri 3 bucaqdır. Təpə nöqtələrin sayı 4-dür, til sayı 6-dır. Kubun 6 dənə üzü var və üzləri kvadratdır. Təpə nöqtələrin sayı 8-ə bərabərdir. Til sayı 12-dir. Oktaedr var, dodekaedr var, ikosaedr var. 8 dənə üst bucaqdır, üzlərinin sayı. 12 dənə 5 bucaqlıdır artıq bunda. Bunlar qarşınıza çox çıxmayacaq, yenə də cədvəl olaraq verilib. Amma əsas tetraedr, kubu falan bilsəz, yəni haqqında danışdıqlarımızı bilsəz, qaydaları yaxşı bilsəz, həqiqətən deyirəm, yaza bilərsiniz, asan da olacaq. Dərs 28 permütasiya kombinizon olacaq. Permütasiya kombinizon da qarşımıza çox çıxır. Bir dənə ehtimalı mən bilmirəm necə yerləşdirim. Ehtimal mövzusunda nəzəri olaraq çoxdur. Yəni, izah eləmək biraz uzun çəkəcək, amma düşünəcəm görüm ehtimalı necə yerləşir. Amma permütasiya kombinizonu biləndən sonra ehtimal da yazmaq o qədər çətin deyil. Əsas permütasiya və kombinizondur. Ondan sonra ehtimalı hesablamaq falan da asan da olacaq. Uzatmaq istəmirəm, bu dərsdə bu qədər idi. Kursun sonuna yaxınlaşırıq. Dərs 28 permütasiya kombinizondur. Dərs 28-də görüşmək ümidinə. Sağ olun, salamat qalın.